Oba Market Ağdam rayonunun Qızıllı kəngərisində. Və bu bizim səyahət dəstəmiz. Belə. Bu Əhmədliyə buradan bir neçə kilometr qalıb. Da daha az. Bax, bu yol bu Əhmədliyə gedir. Bu bizim bu Əhmədliyə ikinci gəlişimdir. 30-32 ildən sonra bu Əhmədliyə ikinci gəlişimdir. Bu Əhmədliyə ikinci gəlişim. Bayaqki videoda qeyd elədim. Belə Ziyyətdən babamın evimizin yerində qalandaşlar. Dəhşətli bir hissdir. Bozdağ, Atadağ. Bax belə. Bir daha müraciət eləyirəm. Prezidentimiz İlham Əliyevə xahiş eləyirəm. Çox artıq dərəcədə xahiş eləyirəm. Burada 3 kəndin birləşiyi olan Mollalar Sofulu Şəfibəyli ərazisinin əhalilərinin adından xahiş eləyirəm. Çox böyük kənd olan, 3 zavodu, xəstəxanası, məktəbi olan, 11 illik məktəbi olan bu Əhmədli əhalisinin adından sizdən artıq dərəcədə xahiş eləyirəm. Bu Əhmədlini bu Əhmədlilərə verin. Çox xahiş eləyirəm. Yəni, sahələr eləmək üçün, taxıllıq, su, hər hansı bir yaşə obyektləri eləmək üçün Azərbaycanda kifayət qədər çoxlu yerlər var. Boş sahələr var. Bu Əhmədlidə Gör qalası deyilən arxeoloji qazıntılar aparılan antik şəhər var. Bu cür belə bir tarixi bir yeri çox xahiş eləyirəm sizdən hər hansı bir sahəyə verməyin və yaxud hər hansı bir məqsədlə istifadə olunmasın. Bu Əhmədlini bu Əhmədlilərə verin. Artıq dərəcədə sizdən xahiş eləyirəm. Burada dünyasını dəyişmişlərimizin ruhu da şad olar. Baxın, mənzərənin gözəlliyinə baxın siz. Mənzərənin gözəlliyinə baxın. İnsanın ruhu açılır. Bura bizim evimizin yerində qalan. O ifadəni dilim gəlmir, istifadə eləyəm. Salam dəyərli dostlar, hər vaxtınız xeyir. 33 ildən sonra bu Əhmədliyə ikinci gəlişimdir. Keçən yayda gəlmişdik və mənim üçün çox ağırdı. Həddindən artıq ağırdı. Və mən indiyənə kimi bu Əhmədlini yuxularımda ən son qoyub çıxdığımız kimi görürdüm. Amma artıq keçən ildən sonra artıq bax bu vəziyyətdə darmadağın olmuş bir vəziyyətdə görürəm. Çox ağırdı danışmaq, yandırılıb. Ziyyətdən babamın evidir bizim evimizdə. Evimizin o cür evin yerində qalan, bax bu ifadə eləmək istəmədiyim o vəziyyətdə. Kənddən qalan bunlardır. Xəstəxanası olan, böyük məktəbi olan 11 illik, 3 zavodu olan, ətraf 7 kəndin əhalisinin gəlib işləyib dolanışığını çıxardığı, çox obyektləri olan bir kəndin qaldığı vəziyyət budur. 2 dağımız var. Bozdağ, Atadağ, Nəzərdağı da deyirlər. 2 dağın arasından yol Kolanı Qalayçılara gedir. Gələndə Salahlı'ndan Qızıllının yanından keçdik. Kəngərlilərin yəni. Qarşıda Qarəpirmli Paprevent var. Qarəpirim ziyarətgahı var. Mən çox xahiş edirəm prezidentimizdən bu Əhmədlini bu Əhmədlilərə verin. Xahiş edirəm. Başqa digər məqsədlər üçün Azərbaycanda istifadə olunacaq çox yerlər var. Yəni darmadağın eləyiblər. Olsun, eyb yox. Yenə ərazimizi bizə verin. Biz buranı yenidən dişimizlə, dırnağımızla düzəldib bu Əhmədlini həminki vəziyyətinə qaytararıq. Və əcdadlarımızın ruhu bizdən inciməsin deyə məhz bu Əhmədlini bu Əhmədlilərə verin. Gör qalası var qabaqda, Soflu deyilən ərazidə. Gör qalası deyilən antik arxitektur qazıntılar aparılan antik şəhər var. Bax, orada hələ mənim körpəliyimdən ağlıma gəlir, yadıma gəlir ki, orada qazıntılar aparılırdı
və belə bir qazıntılar aparılan antik bir şəhər olan bir yeri, bir arxitektur abidə olan bir yeri hansısa bir istifadə obyektinə verilməsin. Çox xahiş edirəm. Azərbaycanın tarixi yatır bu Əhmədlidə. Bu tarixi qorumaq üçün, əcdadlarımızın ruhunun qarşısında üzümüz ağ olmağı üçün bu Əhmədlini bu Əhmədlilərə verin. Lütfən, xahiş edirəm sizdən. Allah dünyasını dəyişənlərimizə rəhmət eləsin. Bütün bu Əhmədlinin, Ağdamın bu Əhmədlinin və itirmiş bütün torpaqlarımızın alındığını görmədən dünyasını dəyişənlərin hamısına Allah'tan rəhmət diləyirəm. Ruhunuz şad olsun deyirəm. Bu Əhmədlini aldıq deyirəm. Yol belə dar deyildi. 4 maşın yan-yana keçebilirdik. O tərəfə bu tərəfə. Bu. Sen Allah. Ama hala büyüktü ha bura. Bura Ağdamın, ümumiyyətlə Azərbaycanın ən böyük kəndlərindən idi. Ən varlı və ən böyük. 3 zavodu var idi bunun. Burada. Bəli. Hala burada erməni yaşı yoxsa elə bizimkilər çıxandan qalır. Yox, əvvəldən bizimkilər yaşayıb. Yox, erməni yaşamayıb yəqin ki. Çünki heç yaşayan hala. Baxıram bax evlərdə yaşamış var. Erməni yaşamıyor. Ağa belə qoş çıxmısınız ora Ağdamdan. Məsələn, Erməni yaşamıyor. kameraya bax, suç aparıb buna bax. Erməni yaşamıyor. Bir şey yerinin də hərbçilər. yox, sonradan 44 günlükdən sonra bizim əskərlər filan gəlib qalıb. Burada erməni inanmıram gəlib qalsın. Amma maşallah. Darmadağın edildi. Ağdamdan gözəl imiş. Çox gözəl. Rahat, prosto. Bizim Ağdəriyə buradan 4-5 kilometr var. Burada adamın sən nədir xala yola? Nə məndə yola? Buranı təmizləyək. Təmizləmək lazımdır, Cənnət yandırmaq var, lazımdır. Elə cənnət idi. Ayo, demişəm. Yoldan kənara çıxmaq olmaz. Yoldan kənar olmaz. Mənzərəni görürsünüz. Ah, ah. Ah ki nə ah. Ah ki nə ah. Elə gözəl bir hava var burada. Elə gözəl bir hava var burada. Gel. Ha? He çekirəm gel. Yok var idi kesin de var idi. Var idi fikir verməmsin.
Yok. Çertkeler falan var. Çekil bak gör. Çekir. Ağaçlarımız. Hansı ki erməni insanlıq düşməni, yırtıcı ermənilərin əlindən sağ qalan ağaçlarımız. Köhnə məscidimiz. Böyle. Gülə bax. Ora keçə bilmirəm, onu çəkərdim. Böyük çəkdə. Deyək qabaq. Qaydan başda o yolu çəkəcəm. Deyək bəridə də var. Həminkindən. Hə, narıncı olanlar. Hə, qaydan bura bizim köhnə məscidimiz. Köhnə məscidimiz. Bax buralarda Sədaqətgilin evinin yeridir. Bəs o məscid Vallahi xalagilin. Məscid aurası yox idi. Nətər vurulub ora. Yoxdur da. Olmuyor. Belə. Oralarda Müzəffər dayıgilin evləridir və onların qonşuları. Bu tərəflərdə Talış dayıgilin, Məti dayıgilin evləridir. Oranı da indi qaydan baş göstərəcəm sizə. Hə, bu daşlıq yer yadıma gəlir. Hə. Sədaqətgilin həyətinin hasarı. Çay daşı idi deyəsən səhv eləmirəm. Və hə, bəli, çaydaş. Çaydaşından olanlar qalıb. Amma kubikdən tikilənlərin hamısını söküblər. Onu yəqin sökmək ağır olur. Çətin. Ya da bilmirəm nəsə. Hə. Onu sökməyiblər. Yuxuda hər zaman gördüyüm yerlərimiz. Baxın, mənzərəyə baxın. Hansı kurortdan daha zəifdir. Görün neçə dağın əhatəsindədir bu Əhmədli. Buralar bu tərəf. Yolun sol tərəfi, mənim sol tərəfim. Bax, indi göstərdiyim yerlər köhnə qəbristanlığın yeridir. Oranın çox qədim tarixi var. Baxın, kəndin mənzərəsinə bir daha baxın. Baxın, bir dağ, oradan o tərəfə bir dağ. Baxın. Baxın, dağlara baxın. Baxın. Salam Nuray xanım. Salam. Baxın, köhnə qəbristanlıq. Köhnə qəbristanlığımızın yeridir bura. Köhnə. Buralar. Oradan o tərəfə də Ziveydə nənəmgilin, Qurban babamgilin. Deyə oralardır. Burada böyük çınarlar var idi.
Və də fındıq ağaçları var idi. Qurban babamın güllər var idi. Heç biri yoxdur. Vüsalgilin evinə qabaqdan gedib kəndin bu tərəfinə dönürsən. Çox oralara getməyək. Buralar Qurban babamgilin həyətinin yeridir. Yoldan çıxmağa icazə yoxdur. Yoldan çıxmayın. Yoldan çıxmayın. Qəti. Nədə çıxmayın? Kənarlara çıxmayın yoldan. Yox, buralar hələ çox təmizlənməyib bax elədir. Hə, yoxunda. Ona görə yoldan kənara ancaq yolla. Vallahi. Çəkirəm hə. Gör nə qədər ürəyim pis oldu mən bura gələndə. Ürəyim pis oldu. İndi bir də məni gör. Bir də məni gör. Yaxşı tərə gəldi, sağ ol. Hə, deyirəm Allahın milyon dəfə, milyardlar dəfə şükürlər olsun. Bütün şəhidlərimizə Allahdan dərin hüzünlə hər birini dərin hüzünlə, əvəzsiz sevgi, acizanə minnətdarlıq, sonsuz rəhmətlə anırıq hər birini ki, Allah dünya gözü ilə bu əhmətini görməyə Allah Taala bizə bir də qismət elədi, bir daha qismət elədi. Əcdadlarımızın ruhu şad olsun. Bütün şəhidlərimizin qarşısında baş əyirəm. Diz çökürəm hamısının qarşısında. Bakın. Güler. Ay Güler, bu mollalar tərəf. Ha? Görsət, tapmağa çalışıram, qoy görək. O xeylağı içərdədir. Xeylağı içərdədir. Yolun qırağı deyil. Qoy görək. Baxın, bu Əhmədlidən qalanlar bulardır. Bax, oralarda bir yerdədir. Bax, oralarda. Amma ora nətər keçə bilərik? Keçə bilməyəcəyik ora. Ora keçə bilməyəcəyik. Bax, elə buralardan çək. Deyə, bax, buralarda bir yerdədir Gülər. Bax, oralarda. Ha? Az deyirəm də oralardadır. Amma ora keçə bilməzsiniz. Keçməyin ora. Yox, yox, biraz deyə qabağa oradadır. Soflunun günbəzində də kimlərsə var. Onlar da gəliblər. O tərəfdə mollalardır. Çay vardı ortada. Narların köhnəlmişlər var və yeni çiçək açanlar var. O qabaq da Soflunun günbəzidir. Qəbristanlığımızı tamamilə yerlə yeksan eləyiblər. Qəbristanlığımızın yerində heç nə qalmayıb. Bu Əhmədli qəbristanlığının yerində heç nə qalmayıb.
Belə o boyda evləri, əhalisi, o boyda iş yerləri olan bu Əhmədlidən qalan bunlardır. Bax, bu gördüyünüz uçulub tökülmüş, yanıq olmuş, yandırılmış, kül olmuş bir neyse. Burada Gözəl Mamamgilin evinin yerləridir. Gözəl Mamamgilin evinin yeri. Hara? Yukargilin. Sizinki, Vüsalgilinki. Yok, orada kaldı. Orada kaldı. Bunlar değil. Yok yok de, o orada kaldı. Biraz qabağa gedirsən o tarafa, orada kaldı. Keçən dəfə o tərəfə döndük çünki. Atanın nənəsigilin çarpayısı belə qalmışdı orada, dəmir çarpayısı aşağıda. Sən bu dəfə onu da Keçən və çəkmişdim. Yox, onu elə orada qalmışdı keçən vədə. O mənzərəyə baxın. Geri. Ha? Yok orada kaldı. Vallahi orada kaldı. Gözəl Mamamgilin evidir. Bura Gözəl Mamamgilin evindən gerideydi. Qayda qala. 2 saniye. Bak oralara da Jdanov hansıydı? Atadan soruşdu, Jdanov haraydı? Ne? Keçmiş Jdanov'un indiki adı ne değil? Atanı tapsam soruşaram. İsmail'liydi, neydi? Oradan gelmeler gelmişti. Çayın qırağından onlar oraya Zat deyəcəm. Onlar oraya yerleştirmiştiler. Hə, onlara da yer vermiştik. Kendimiz o kadar qonaqpərvər, o kadar ürəyə geniş bir yeriydi ki. Bak oralarda, bak o tepenin orasında 3 tane zavodumuz vardı. 3 zavod. 3 büyük zavod. Ne zavoduydu? Kanyak, çaxır, araq, soğuk ve hamısını istehsal edip vururdular Rusiyan şehirlerine. İstəsəniz oradan ne kadar insan işləyir. Çok kenar gidecek, ne? Qaydarıq, birazdan qaydaq. Hə. Dərəzad olar. Çok kenar. Yox, dərə yoxdur. Dümdüz yolla gedib qaydırıq. Var, o tərəflərdə var dərə, amma daha biz ora qədər getmirik. Yuxarıdan çəkirəm, narahat olma. Orada Soflunun günbəzidir. Əncir, qara incirlər vardı belə. Baxın, qabaqda da Soflunun günbəzidir. Oradan o tərəfə Gör qalası deyilən, bax buralarda biraz qabağa gedəndə qoz ağaçları vardı, qoz bağları. Çox böyük qoz bağları vardı. Oradan o tərəfə də Soflunun bağları idi və orada Gör qalası deyilən antik şəhərin arxitektur qazıntıları aparılırdı. Gör qalası deyilən. Günay Gazri. Ne oldu? Daşına torpağına qurban olum, ay bu Əhməd. Ev səndən. Ev.
Belə sıxışdırıb Azərbaycanın insanları qalıb bu boyda şoran torpaqlarda. Vallahi həqiqətən elə. Bu boyda deyil. Yurdumuz yuvamız qaldı bir çöllər hamısı. Dalalarımız nə gördü? Həyatda nə yaşadı? Nə gördü? Heç nə. Nə uşaqlıq gördülər, nə gənclik. Kocaeli Xankəndi, o süperdi. Maraqlı deyil amma bir də şey gəlmir. Çok güzel. Belki buradan da güzel. Gedəndə baxdım. He, çok getmiyor. Getməyək də, yaxşı. Gəl. Yox, oradan o tərəfə yer var. Səbuhi bəy. Bəli, biz yenidən Ağdərəyə gəldik. Ağdərə şəhərindən azca yuxarıda mayın 1-dən fəaliyyətə başlayan Bərdə restoranına gəlmişik. Düzdür, hələ təzə qururlar, amma çünki siz bir quşların səsinə fikir verin. Adama sərinlik, daimi əbədi sərinlikdir bura. Tut ağacının altındayıq. Və mən ilk dəfə Ağdərədə marojna yedim, dondurma. Burada artıq portal açılıb deyə dükanlar, restoranlar, kafelər, çayxanalar çoxdur. Nə bilim, Allah bu gözəlliyi, bu rahatlığı bizə bəxş eləyən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Biraz da yuxarıda bir 2 kilometr yuxarıda da mənim qanım tökülən yerdir. İndi orada inşallah gedərik. Elə qazi olmayan, şəhid olmayan bütün döyüşçüləri, burada əməyi olan bütün döyüşçüləri, onların sayı daha çoxdur. Hamısına da can sağlığı, firavanlıq arzulayıram. Amin. İnşallah Güney Azərbaycanda salamatçılıqla qurtarsın bu bəladan. Nuray xanım. İndiyak. Rahmet gelir. Allah razı olsun, böyle şeyler olan. Getdik. Nuray xanım. Atanız Səbuhi Rəhimlinin yaralandığı yerdir bura. Drımbun orta kent. Ne hiss ediyorsunuz?
biz bura ikinci dəfədir gəlirik. Keçən dəfə də gəlmişdik, apreldə səhv eləmirəmsə. Gəldik, onda ilk dəfə deyə çox elə bir şey hiss eləmədim, amma indi daha belə dəqiq ikinci dəfə gələndə çox belə kədərli, çox adama hüzünlü gələn bir yerdir. Çünki atam burada yaralanıb, o qalan döyüş yoldaşları rəhmətə gedib, amma atam da yaralı elə ölü kimi bir şey olub, amma sonradan həkim yaxşı olub deyə həyata qayıdıb. Yəni bunları fikirləşəndə adama çox belə hüzünlü, çox belə üzücü gəlir adama, amma yenə də bu günə şükür. Bəli. Bu sizdən əvvəl, sizin dünyaya gəlişinizdən əvvəlki bir dövrdə olub, amma yenə də belə bir şey. Bəli, mən 2002-də olmuşam, amma o da 92-də səhv eləmirəmsə baş verib. Bəli. Məndən 10 il əvvəl. Bəli. Bax belə, o yerdəydi. Keçən dəfə səhv eləmirəmsə otlar biraz aşağıdaydı. Biz Bəli, o mutlaq. təpəyə qədər çıxmışdıq. Bəli, çıxıb oradan aşağı həmin o hadisənin, acı hadisənin baş verdiyi yeri çəkmişdim, hündürdən aşağını çəkmişdim. Allah'ın bu gününe şükür, şükürler olsun ki bu günlerin bu torpaqlara gələ bilirik və Azərbaycanın artıq Qarabağın hər daşında, torpağında şəhidlərimizin qanı var. Buradan yakında dur. Heyvalı Heyval yazılmamış. Ne vereyim? Gelirsiniz. Gözdə. Yok 5 gün edir də. İndi bir gün yaşmırlar. Ha, bir ayda olur diyor. 25 gün önce. Her yer açılır. Yolda çok doğal. Yani da buradan o yüzden aran tutarır. Dağa başlıyor. Kızım ne bulacağım? Ne istiyorsun? Hadi kloku neyini çağlayan kırakta. Doldu. Yoksa. Onlar bizi görsün sonra düşüş eləməyəcəklər. Ben görüp sevindim. Ha, her şey olur ama ha orada.
Məhəlləyə toxunma. Ben evime gidip bir şey oldu. Evim orada, sana gelin. Aşağı sürre. Oraya yok, oraya yok. Yukarı kalkalım. Hayatımıza kalsın. Ha kalkmadan denen burada sakla sen. Burada sakla, neyse kalsın. Maşını Dikkatli ol, dikkatli ol. yere yerde sakla, maşınları yer. Yukarıdan burada doğru var. Benim maşınları geçerdim gelmez. Bak gidip buradan ne istesen gel aslında. Daha da iyi. Ay 5 tane taşıma bile ya. Gelin buradaki maşınlara bakın. Gelin bura. 80 maşın var. Boy kalsın. Bizimkilerden yukarıda 4 tane maşın var. Hayatlar. Burada da 7-8 tane. Burada yoruldu. Adam kabak suya çıktı. Maşını. Kız maçına var. Evet seni. Evet sen kaydı. Az yok. Bakın keçən dəfə də çəkib sizə göstərmişdim Sərsəng su anbarı və buradan ermənilərin terası üzü Sərsəngə tərəf. Bu da onların evi. Mənzərəni görürsünüzmü? Baxın indi mən çöldən gələ-gələ o terası sizə göstərəcəm. Çoban yastıqlarını da göstərim, laləni də göstərim. Bakın, bakın bu bura terastır. Ev binası ve o tərəfdəki mənzərə bu terasın qapısı və buradan bakın Sərsəng su anbarı. Bizim Allah'ın bize verdiyi, bəxş elədiyi bu torpaqlarda əcdadlarımızın bize yarattığı qanı ilə, canı ilə, dişi ilə, dırnağı ilə qurub yaradıb bizə verdikləri bu torpaqlarda rəzil erməni gününü gün edirdi. Baxın. Baxın mənzərəyə baxın. Baxın mənzərəyə. Baxın. Baxın bax mənzərəyə baxın. Salam denen. Sərsəng su anbarıdır qabaq. Boyma dərən deyilən müalicəvi ot. Müalicəvi bitkilər. Təbiətin səsini dinləyin dəyərli izləyicilər. İnsanın ruhu, beyni dincəlir, gözlər dincəlir. Hala bu güne bak.
Günay. Ay Günay. Gördüm bayağı farklı. Sen Onun- güzel. Çok geçekti. Gördüm çok qəşəng güldü. Farklı sort. Çok farklıdır ha. Çıxmağımıza değer. Bəli. Həqiqətən. Quşu da. Yaxın ol, çəkin. Çəkin. Yaxın olsa şeyə də. Elə gəl otur burada yat. Hərdə. Deməli işığa nəzər salaq. Həm bahalı işıqdan küçəyə qoyurlar. İndi gör bura nə tər işıqlayır. Buranı deyildim, buranı. O xaçın üstün qaralayın. Anne. Bizimkilər evdə D hərfi eləyir. Xaçın üstün qaralayın. Ay, niyə qırırsan? Qapı bağlıdır, pəncərədən keçin. Mən də elə keçdim. Baxın, Gedək bakalım. erməni evindən, Ağdərədən erməni evindən, evinin pəncərəsindən görünən mənzərə. Ağdərədə erməni evinin pəncərəsindən görünən mənzərə. Çəkiliş eləyirəm. Çəkiliş eləyirəm. Ha, Gərək hər şeyi çəkəsən. zaten çəkdim. Yox. Çəkilişin içindəsiz. Çəkilişin içindəsiz. Akıllı ne akıllı olmuyor. Eyleme. Devletimiz var. Yok. Evet. Biz bu şəhərdə erməni dilində, o Yunandan, digərlərindən götürdükləri hərflərlə yazılan, qədim Avesta əlifbasından yazılan sözlərin olmasına imkan vermərik. Burada ancaq Azərbaycan türkçəsində yazılmalıdır. Çünki bura bizim qədim torpağımızdır, yurdumuzdur və mən onu məhv edirəm. Belə, izi tozu qalmadı. Bəli.
Burada yalnız və yalnız bu sözlər görünə bilər. Ey bambaşka